Əslində keçən dəfə yazdığımız mövzu ilə başda oxşardı. Buranı y-ə vuracaqsan, buranı x-ə vuracaqsan. Nə olur? Y üstə gəl x bölə x y bərabər 3 böl 8. İndi x üstə gəl y 12 etsə, 12 böl x y bərabər 3 böl 8. 3'ü 4'ə vurub 12 alıbsan, 8'i də 4'ə vuranda cavab oldu yebən. Aydındır? Asandır. İstəsəz yəni tənasüb kimi çarpaza vurarsınız, cavab düz çıxacaq. Fikir ver, burada səndən soruşulan şərt ancaq y-ləndir. Onu demək, x-lər getməlidir. X-lərin də getmək üçün, mənfiyə vurasan aşağının ki, toplayanda 2x-lə mənfi x getsin. İndi bax, 2x üstə y kvadratı bərabər 6. Aşağını vuranda mənfi 2x çıxar 2y bərabərdir mənfi 6. Bunları toplayanda 6 nə olur? 0. Burada qalır y kvadrat çıxar 2y. 6 isə mənfi 6 yenə 0. Y-i çölə çıxardanda soruşulan ifadə qalmır. Yazım getdi. 0 qalır. Belə. Asan dələk. Bu 4-də cavab nədir? Bir nəfəsə baxın. 1 yox. Mənfi 1. Bura 3 deyil. Aşağıda verib də. Bu mənfi 1 olmalı ki, mənfi 1-in üstə üst gələrsən 2 alsın. Sardı getdi. Aşağıdakı nəyə oxşuyur? Hansı düstur oxşuyur? Bəli. Burada 2 dənə x kvadratı var da. Yazaq onu x kvadratı, üstə gəl bir dənə də x kvadratı, 2x kvadratı oldu. Çıx. 2x y üstə gəl y kvadratı bərabər 41. Burada bu olur x minus y-in kvadratı bərabər 41. X minus y 5 isə kvadratı olur. Onda x kvadrat olur. Aydındır. Belə, yəni sadə şeylərdir. Buranı y-ə, buranı x-ə vursaq, y çıx x böl x y bərabər 8-də 1. İndi x y mənfi 4-sə, y çıx x müsbət 4-dür. 4 bölü x y 8'də 1 isə, x y 1'ə vurursan, 4'ə 8'ə. Oldu belə. Bu açılış yasa burada. X y-in kvadratı üstə gəl 2x y olmur. Özüm çıxmayla yazdım ki, yuxarıda çıxma var da bizdə. Bərabər 20. 6-nın kvadratı olur 36. Üstə gəl 2x y 20. 2x y mənfi 16. X y mənfi 8 olur uşaqlar. Belə. Burada. X nədir burada? Bir nəfəsə. Paytaxtsız. X-i çıxardırsan. X plus 4y 18. Bura 3-dürsə, bura nə qar? Qutardı da. Heç fikirləşməyə ehtiyac yoxdur. Düz əmrə. Ramal təsdiqlədir. Orta məxrəc eləyəndə buranı 2y, buranı 3x üstə gəl 2y 1'dir. Onda yuxarı olur 1, aşağıda 3x 2y vuranda bərabər 4. İndi 6x y 4'ə vuranda 24x y 1, x y də bərabər 1 böl 24. Aydındır.
Aşağıdakını olsa verib 1. Yuxarı yazsaydım onsuz da 2y plus 3x 1 verəcəkdi. Ona görə daha birbaşa 1 qoydum bura. Aşağı eynidir. 15 əslində yazdıq bu tipdə. Prosta bunun bir dəfə də yazacağam. Niyəsini istədiyim üçün ki, iki kökün ikisini də tapmaq lazımdır. Bax, yuxarıdakında baxırsan ki, birbaşa yerinə qoysaz yaxşıdır. X plus y 3 deyil. Yaz ora y bərabərdir 3 çıx x aşağıdakına görə. Sonra götür yuxarıda y kvadratın yerinə 3 çıx x-in kvadratı yaz. Olar belə. Bu da olur x kvadratı üstə gəl 9 çıxaq 6x üstə gəl x kvadratı çıx 89 bərabər 0. 2 dənə x kvadratı çıxaq 6x çıx 80 bərabər 0. X kvadrat çıxaq 3x çıxaq 40 bərabər 0. İndi diskriminantla tapsaq mənfi kvadrat 9 çıx 4 vur a-mız 1 c-mizdə mənfi 40 oldu 169. X1 bərabər mənfi 3-dürsə müsbət 3 169-dan bu da 2 vur 1 8 bir də mənfi 5. Bax x 8 olanda bir də x neçə olanda mənfi 5 olanda y-lər nə olur? X 8 olanda 3-dən 8 çıxırsan mənfi 5. X əgər 3-dən mənfi 5 çıxanda 8. 8-in mənfi 5-ə, mənfi 5-in 8-ə. Y variantı. Aydındır. Onsuz orada x-in y-in yerlərini dəyişəndə heç nə dəyişmir. Çünki altdaşı da toplamadır, yuxarıdaşı da kvadratların cəmidir. Sən yaza bildiyin qədər yaz, indi aptovoy baxacam hamısına. Y çıx x bölü x y bərabər 3 yarım. X y 2-dirsə bura. 2-ni 3 onda 5-ə vuranda 7. İndi x çıx y onda nə olur? Mənfi 7. Y çıx x 7, x çıx y mənfi 7. Aydındır. Hələ ki, yaxşı gedir. Yuxarıdan nə çıxır? X-i çıxartdın, qaldı x çıx y 0. X çıx y 3-dürsə, 3-ü nəyə vursan 0 olar. Onda, belə deyək, 0 çıx y 3-dürsə, y nədir? Mənfi 3. Sənə deyir x kvadratsa y kvadrat. Mənfi 9 olur. Belə. 21. Bu sualdan boluq biraz, eyb yox. Tək boluq olsun. X kvadrat plus y kvadratın yerinə yenə x y-in kvadratı üstə gəl, 2x y yaza bilər ya. X y 3-dürsə kvadratı 9. Altmış 5-dən 9 çıxanda 56 qalır. 28 sonra 23-də əslində yerinə qoymaqdır. Heç nə, elə x kvadratı qalır, üstəcə 2 vur, y-in yerinə sən demiş x çıx 1 qoyacaq. X kvadrat üstə gəl 2x çıxaq 2 çıx 6 da bu yana atıram düzəlir. X kvadratı üstə gəl 2x çıxaq 8 bərabərdir 0. Diskriminant bəli 4 çıxaq 4 vur 1 vur mənfi 8 36 olur bu. 32 ilə 4 mənfi də mənfi toplama edir.
x1 bərabər orta 2-dirsə -2 götürürük. 36-dan 6 çıxır. 2 vur. Da 1. 2 alını. İndi x 2-dirsə 2-dən 1 çıxanda 1 qalır. X -4-dirsə -4-dən 1 çıxanda -5 qalır. Niyə 1 çıxıram? Çünki y x1 deyil. Hə? Ona görə. Belə. Ümidvaram problem yoxdur. Əslində 25-ə aid yazmışıq məncə. Bilmirəm yazaq, yazmayaq onu. Məncə də yaz. Aşağıdan nə çıxacaq orada 25-də? X, Y çıxacaq, qalacaq X, Y. X, Y bilirsinizmi? 4-dür. Oradan X, Y tapacaqsan. X, Y 5 imiş deməli, vuranda 20 eləsin deyə. Hə? X, Y bilirsən, X, Y bilirsən. X kvadrat bilirsən, Y kvadratını köməkçi düsturundan bayaqçı kimi tapasın. Güya demirdim. Yazsam ondan hörmətli idi. Yuxarı açılışı 2x plus 3y, 2x minus 3y bərabər 15. Bu 5'dir. Bu da 3'dür. İndi bunları yazaq alt-alta. 2x üstə 3y 5. Alt-alta toplasaq nə olur? 4x bərabər 8, x də 2. X 2-dirsə 2 vur 2, 4. Üstə 3y 5. 3y 1, y də 2-nin üstə 3-də 1, 2 tam üstə 1. C nə idi? X-in üstə y gəlir də belə. Oldu uşaqlar. Əslində 28 tipində suallar eynidir. Necə? Bax, burada bir dənə, bu bölmədə ümumiyyətlə əvəz etmə üsulu çoxdur. Əvəz etmə nədir? Yəni, misal üçün, götürürsən, tutaq ki, y-in yerinə yazsan, 4x buna görə. Y qalır, x-i sağa atanda çıxar x olur. Bildiniz? Sonra da onu götürüb altda yazırsan. Yəni, x kvadrat çıxar, 4 vur. Y-in yerinə nə yazırsan? Bu da olur qaymaq. X kvadrat çıxar 16, üstə gəl 4x çıxar 5 bərabər 0. X kvadrat üstə gəl 4x çıxar 21 bərabər 0. Belə diskriminantla yazmalıyıq. Nəysə, yazaq da. 4-ün kvadrat 16 çıxır. 4 vur mənfi 21. Bu olur 100. 4 isə mənfi 4. 100-dən 10 çıxır. 2 vur 1. 3. Mənfiyyətə. İndi belə bir söz deyim. X-ə 3 qoyanda 4 çıxır 3. Bura görə. 1. X-ə mənfi 7 qoyanda 4-dən mənfi 7 çıxmaq toplamaq demək. 11. Sən nə deyir? X 1 vur x2. 3 vur mənfi 7 mənfi 21. Üstə gəl 1 vur 11. 11. Cavab mənfi 10 qalır. Aydındır. 30-cu sual. Bəlkə də yadınızda olar. O vaxt çevrə tənliyi keçmişdik. Düstur yaratmağa çalışırdıq. Bunu şeydə də keçmişdik. Biz bu il təzəlikcə tam cəbr ifadələrdə. Necə idi? Bax, x kvadrat çıxar 2x deyil. Üstünə nə gəlsən düstur yaranar. 1. Bunun üstünə 1 gəlsən, x 1-in mötərizə kvadratı olur. 1 prosto öz başıma gələnmərəm də, gərək bir də çıxım ki, qayda pozulmasın. Y kvadrat plus 4y, üstünə nə gəlsən düstur yaranar. 2-nin kvadratı. 4. 4 də çıxmalıyam ki, qayda pozulmasın. Bunu özlə nə tər bilirik? Mən sizə bir dənə belə bir yol deyim də. Mənfi 2 deyil. 2-ni yarıya bölürsən 1. 1-in kvadratı 1. 4'ü yarıya bölürsən 2. 2'nin kvadratı 4.
5-dən 4 və 1 çıxanda heç nə qalmır. Bir də burada qalır x çıxı 1-in kvadratı. Burada da qalır y plus 2-nin kvadratı. Bunların 0 olması üçün ayrı-ayrı x çıxı 1 0, onda x olur 1. Y plus 2 bərabər 0, onda y nə olur? Mənfi 2. Hasili deyir, hə? Ümidvaram, anladınız, başa düşdünüz. Əvvəla bir şey demək istəyirəm ki, bax, x bölü y, üstəcə y bölü x bərabər 2 veribsə, bunlar ikisi də 1 olsa cavab düz gəlir. Prosta burada cəmi 4 verib. Onda başqa. Bilsən, çox şey nə yazma olur? Gəl, neyiniyək? Mən sizə bir dənə düzgün yolunu deyim. Buranı x-ə, buranı y-ə vur. X kvadratı üstəcə y kvadratı bölək xy bərabər 2. İndi sən bunun yerinə x plus y-in kvadratı çıxay 2xy yaza bilərsən. Hə, 4-ün kvadratı 16. Bura yazın 16. Çıx 2xy bərabərdir. 2-ni də xy vuranda yenə 2xy. 4xy-imiz onda 16. Xy-də aydındır. Bir qəribəlik, problem yoxdur. Burada düstur yaratmaqda olar. Amma yaratmayaq. Elə neyniyək birbaşa? Y bərabər 2x çıxı 7 yaza bilərəm. Elə bil, bununla bunun yerini dəyişəndə 2x çıxı 7 olur müsbət y-ə bərabər. Düz yerəm. İndi yazaq. 2x-in kvadratı çıxaq 3x vur 2x çıxı 7. Üstəcə y kvadratı, yox, y kvadratı nə idi? Y-in yerində nə yazırdıq biz? 2x çıxı 7, hə? 21. Buranı açaq. 2x kvadratı çıxaq 3x-i 2x-ə mənfi 6x kvadratı mənfi 2x-i mənfi 7-yə 21x. Birincinin kvadratı 4x kvadratı 28x, bir də 49. Sıx 21 bərabər 0. 2x kvadratından 4x kvadratı eləyir 6x kvadratı. 6x kvadrat da çıxanda heç nə qalmır. 28x çıxanda mənfi 7x. 49-dan 21 çıxanda müsbət 28 bərabər 0. 28 bərabər 7x, x-ə bərabər 4. İndi x 4-dürsə 2 vur 4 çıx 7 1. Hasillə 4-ü 1-ə vura bilirsiniz. Halal olsun sizə. 4 vur 1, 3, bəli. 4 edir. Aydındır. Hə. Mənim 3x-i qabağa atsa, x plus 1 düşürəm. Möhtəşəmsin. O 2x y-i bir yana atanda müsbət 2x y olur. Üstəcə y kvadratı 5x olur belə. O da x plus y-in kvadratıdır da bu düsür. X plus y 10-sa kvadratı 105x-ə x nədir? 20. İndi gəl bir dənə söhbət edeyim sizlə. Toplayanda 10 eləməli deyil buradakına görə. 20-nin üstünə gəlsən 10 eləyər. Mənfi 10. Bu ikisi də deməli hasil mənfi 200 edir. Aydındır. Suallar biraz asan deyil, yorucudur biraz. Yerinə qoymaq falan. 37 eyni. 38-ə istəsəz baxarıq.
Aşağıda nə artıqdır? Hə, bir dənə x, y artıq da. Belə deyək də, gəl. Uşaqlar çaşdırdılar hemen. 2x, y üstəcə y kvadratı bərabər 11 çıx x, y. İki tərəfdən də x, y çıxdım. Orada qaldı 2 dənə x, y. Sağda da x, y çıxıldı. Aydındır. İndi bu x üstəcə y-in kvadratıdır. Bu da 11 çıx x, y-dir. Bunun kvadratı 3'ün kvadratı olur 9, 11 çıx x, y. X, y onda bərabərdir 11 çıx 9, 2-yə. Gördünüz mü necə asan, qısa, maraqlıdır. Belə. 39'da məncə baxaq. Orada bir balaca fərqlilik var. Buralarda suallar biraz qarışır. Deməli, yerə dəyişim, yox, etiraz yoxdur. Y kvadratı çıxaq 2x, y üstə gəl x kvadratı çıxaq x, y. Elə bil mənfi 3x, y, mənfi 2x, y ilə mənfi 1x, y olaraq 2 yerə böldüm. Parçaladım. Aydındır. Bundan bu neyinir? Hə də oradakı neyinir? Burası mən parçaladım yazdım. Hə, sonra yerdə nə var orada? Mənfi x üstəcə y və yaxud da ki, y çıx x deyə bilərik, onun yerini dəyişsək. Plus 9 bərabər 0. Bu nəyi verir ümumi? Aha, bu da y çıx x deyil. Yerdə nə qaldı? Mənfi x, y ilə 9 qaldı. Y çıx x 2 olduğu üçün 2'nin kvadratı 4. Bu 2 çıx x, y plus 9. Bir dənə söz deyim. 4, 2, 9. 15. Bunu bir yana atanda müsbət x, y. Hə. Aydındır. Eyb yox, birini yazaq. Gəl bir dənə belə bir şey deyək. Tam yazmayacağım onda. Gedişatı deyim, bəs üzrə. Aşağıda y bərabər 8 çıx 3x deyil. Harada y gördünsə, yerinə nə yazasan? Qutart. Qalan da x, y tapas. Yaxşı. O tapandan sonra eləyərsiniz. 42'yə baxaq. X kvadratı üstə gəl y kvadratı bərabərdir. X plus y-in kvadratı çıxar 2x, y. Düzdürmü? Buraya yazacağım a minus 1'in kvadratı. Çıxar 2 var. A kvadrat çıxar 7a plus 12. Yerlərinə qoydum da prosu. Buraya qədər problem yoxdur. Düsturun açılışını yazdım. Buna da bunu bilirdim deyə yerinə qoydum. A kvadrat çıxar 2a plus 1 çıx 2a kvadrat plus 14a çıx 24. A kvadratına 2a kvadrat çıxanda mənfi 1a kvadratı 14a'dan 2a çıxanda 12a 1'dən də 24 çıxanda mənfi 23 qalır. İndi sualın şərtini oxa. Orada deyir, a-nın hansı qiymətində ən böyük qiymətini alır? Bəli. Hansı qiymətində söhbəti var idisə x0 olurdu. Amma ən böyük qiyməti nədir desəydi? y0. Bu mənfi b böl 2a düsturudur. Bizdə də a mənfi 1'dir, b 12, c də mənfi 23. İndi bu 12'dir, a da mənfi 1'dir. Aydındır uşaqlar. Çətin deyil. Müəllim burada qızıl xırdalayırsın. Qırx üçdə uşaqlar.
Y-in yerinə ürəyim istəsə 7 çıx x yaza bilərəm. İstəyirsiniz yazaq 43-ü. Hamısı əvəz etmədi. Ona görə biraz qalmışam. C yazaq. Deməli, y bərabərdir 7 çıx x yazırıq. 2x var. Y bərabər 7 çıx x yazırıq. Necə? O x-in kvadratı plus 2x-in üstünə bir gəlib təzə bir x şey oldu. Orada x plus 1 bizə heç nə vermir də. Ona görə. Bu yazdıq belə. Çıxa 3x. Y-in yerinə nə yazıram? 7 çıx x. Bərabər 0. Vurub açırıq. X kvadratı üstə gəl. Çıx 2x kvadratı. Çıx 3x. Çıx 42. Üstə gəl 6x. Mənfi x kvadratı 14x-in üstə, yox 14-dən 3-ün çıxaq 11, 11-in üstə 6, 17x. Çıx 42 bərabər 0. Düzdür? Bu 289. 4 vur, mənfi 1 vur, mənfi 42. 289-dan 168 çıxanda 121 qalır. 121. 121. Bir dənə söz deyim. O söhbəti üstündən moşun edəcəm. Bu 17-dirsə mənfi 17. Buradan 11 çıxır. Nə deyəcəyim, indi sizə deyəcəm. Bir dəqiqə qoyacam. Burada nə çıxır? 3. Hə? 14. Hə, 3 ilə 14. İndi bir dəqiqə. 3 qoyanda 7 çıx 3, yəni bura qoysaq. 4. 14 qoyanda 7 çıx 14, mənfi 7. Sən deyir ki, x vur y-in modulunun böyük qiyməti nədir? 4-dən Müsbət 98 oradan da vuranda. Çünki modul qoyub deyə işarə fərqi yoxdur. Bildiniz? 3 vur 4, 12 edəcək. 14 vur mənfi 7, moduldan 98 çıxır. Hə, nə deyəsiydim? Getdiniz imtahana uşaqlar. Orada dedilər ki, sizə diskriminant nəyə bərabərdir? Diskriminant nəyə bərabərdir? 11-ə. Nə? Hayır, diskriminant 121-dir. Çox uşaq çaşır, 11 deyir. Diskriminant 121-dir. 11 deyil. Başa düşdünüz? Niyə bəs biz 11 deyirik? Çünki düstur belədir. Mənfi B üstə gəlib kök altda diskriminant bölü kağıdı. Diskriminant əslində 121-dir. Sadəcə kökü tapanda kök altı var. Başa düşdünüz? Amma diskriminant nədir? 121. Aydın da. Prosta bilsiz problem nədir? Məktəbdə adətən götürürlər, yazırlar belə. Qabağına da yazırlar kökdə 121 bərabər 11. Ona görə biraz pis öyrəşirsiniz. Uşaqlar 44-də də eyni şeydir. X bərabər 2y plus 1. Qoyacaqsınız yerinə, cavab çıxacaq. Oldu? Əvəz etmədi hamısı. 45-ə baxaq. Burada belə bir şey deyəsən, bax. Bunun açılışı nədir? X minus y, x plus y bərabər 8. Çıxması 2-dir. Vuranda nəyə? 4-ə vurursan. Düzdür uşaqlar? İndi çıxanda 2, toplayanda 4. Açması x 3-dür. Y də onda 1-dir də. Heç nə. 3 üstü 4 üstə gəl 1 üstü 4 bərabər 82. Düzlədim uşaqlar. Belə. Uşaqlar 46-ını da yazmaq istəmirəm. Hə də, neyiniyyəsiniz burada? Y bərabər 2 plus x. Sonra cavab tapasınız. Aydın oldu. Heç elə də yazmayın. Bir dənə üzr istəyirəm. Hansı sual idi o bə?
39 ilə kopya eynidir deyəsən hər şeyi. Her şey. Hə, kül başları bu nədir? 47 də bunun qaydasıyla eyni gedir. 4x, y, 2x, y üstəcə 2x, y kimi parçalayarsınız. 48-ə bir dənə baxaq. Onu fırlatmayın. Ümumiyyətlə neçə sualdır bura? 55. Hə, bir şeyimiz qalmıyor ki. Deməli, nə edəyək biz? Burada bu 4x, y bir yana atanda çıxaq olur, hə? Bu nəyi verir? X çıx 2y-in mötərizə kvadratı olur 5x. X çıx 2y 15-dir, kvadratı 225. X onda nə olur? 45. X 45 isə 45 çıxar 2y 15. 2y nə olur? 30, y nə olur? 45 15-ə vuramıram, siz vurarsınız. Vura bilirsən sən? Hə, vur görüm. 675, mən bilirdim. Yox, lazım deyil, elə x var, y soruşur. Aydındır. 50. Başdan həmişə misala başlayanda nəyə qeyd edirik? Baxın, x fərqlidir mənfi 3-dən. Çünki məxrəc 0 olmaz. Amma surət 0 olar. Onda x çıxı y 2-dir. Düzdədir uşaqlar? Bura qədər hər şey gözəl. Aşağıya baxın. Bu 2x kvadratını mən x kvadratı üstəcə x kvadrat kimi yazsam, bu dişlərini ağardır ki, mən x y-in mötərizə kvadratıyam. X y 2-dirsə, 2-nin kvadratı 4. Onda x kvadratı nə olur? Onda x 3 götürürük, x mənfi 3 götürə bilmirik. Çünki bayaq dedik ki, məxrəcə problem yaradır, bəli. İndi x-i 3 götürdüm tutaq ki. 3-dən nə çıxsaq 2 qalar? 1. Deməli, 3-ün 1-ə. Toplayanda nə olur? Aydındır uşaqlar. Qaldı 1-2 dənə sual. Uşaqlar, bunu yazmaqdan həqiqətən ürəyim bulandı da. X bərabər 13 çıx 6 y yazıb, bu x-in yerinə 13 çıx 6 y qoyacaqsınız və cavab çıxacaq. Yaxşı, siz yazanda xahiş edirəm, ərinməyin, vərdiş alsın biraz. 50 Hüseyndə. 54-də də baxaq. Çox yoruldun ha. 3y çıxar 1-in kvadratı bərabərdir. Yuxarıda 3x çıxar 1-in kvadrat deyilmi? İndi kör olsa gözü açılar ki, x-lə y bərabər ifadələrdir. Çünki yerəni dəyişsə nəsə dəyişər? X-lə y bərabərdir. X-lə y də bərabərdirsə, deməli, burada 1-dir, burada 1-dir ki, toplayanda 2 eləsin. 2 vur 1 üstə gəl 1, 3 oldu. Aydındır uşaqlar? Belə.